Evdə cəmi 3 ərzaqla hazırlaya biləcəyiniz çox dadlı dondurma resepti paylaşıram sizlərlə. Yəni bir dəfə hazırlasanız, hər gün hazırlamaq istəyəcəksiniz. 400 qram qaymağı bir qaba əlavə edirəm. Onun da üzərinə 150-200 qram qatlaşdırılmış süd əlavə etmək lazımdır. Sonra isə qatlaşdırılmış südlə qaymağı yaxşı mikserdən keçirirəm. Tam hazır olduqdan sonra isə bir qaba istənilən piçenyanı əlavə edə bilərsiniz. Mən bu Moskva piçenyalarının dadını çox sevirəm deyə bunu əlavə etdim. Bu şəkildə qaba əlavə edib hazırladığım qaymaq və qatlaşdırılmış süd qarışımını bu şəkildə piçenyaların üzərinə əlavə edirəm. Və sonda isə üzərinə yenidən piçenyaları bu şəkildə əlavə edib üzərini streçlədikdən sonra buzluqda 3-4 saat saxlayıram. Yəni tam donana qədər videoda da görsəndiyi kimi və kəsib servis edirəm. İnanılmaz ləzzətli alınır. İnandırım sizi, marketdən aldığımız dondurmalardan qat-qat ləzzətli alındı. Xüsusilə uşaqlar dadını çox bəyəndi. Sizlərə də mütləq bu dondurmadan hazırlayıb dadına baxmağı məsləhət görürəm. Çünki dadını çox bəyənəcəksiniz. Hazırlayacaq olan hər bir kəsə nuş olsun.